44. Bizim yeni maşınımız. Paltaryan maşını. Bu daha çok hoşuma geldi. Geçenkdi. O birisi de geçenkdi. Yani Samsung firması da en azından. Yani bilirsen ki yani keyfiyetli olur. Sadece bizde içinde problem barabandaydı. Mesela yoğurdu, sirkeliyirdi. Özünden bir yerde de maşını da sirkeliyirdi. Ama burada paltar yiyordum. Ben de fikir verirse paltar var içinde. Biraz paltar koymuştum. Ne fırlanma, daha doğrusu ne sirkelenme oldu, ne çırpma oldu. Hiçbiri olmadı da. Çok beğendim. Çok sakit işleyir. Bu ise bizim tez aldığımız radyatör. Deməli, yadınızdadırsa mən demişdim sizə ki, biz ikinci əl biz aldıq, ikinci əl radiator götürdük. İnanın, onun da 6 deşiydi. Ümumiyyətlə, heç bir şeyin ikinci əlini almayasın. Nə də təmirdən çıxmışını almayasın. Deyin, niyə? Çünki biz ikinci əl aldıq, quraşdırdıq bura, artıq sezon gəldi və biz deməli, radiatoru qoşduq ki, evi sitsin. Baxdıq ki, su damlayır. Hər dördü də xarab imiş. İkinci əl 30 manatdan almışdıq. Neyse biz getdik onu qaytardıq və təsadüfən elə oldu ki, mən Google-da yazdım ki, bəs belə vertikal radiatoru mən hardan tapa bilərəm də münasib qiymətdə. Çünki bizə Vasmoyda buna 80 manat dedilər. Bir seksiyası 80 manat dedilər. O da təsadüfi halda Omid gəldi, çıxdı qarşıma ki, bu da hal-hazırda endirimlərdir falan. Biz getdik, bizdə burada ərazində var Omid. Omidə getdik, inanın ki, 50 manatdan təklif elədilər bizə və biz 4 seksiyasını götürdük belə 50 manatdan. Çox da yaxşıdır, baxın. 50 manatdan düşünürəm, çox da yaxşı oldu. Bilirsən ki, təzədir, özün istifadə eləyəcəksən, illərlə bunu yandıracaqsan və heç bir şeydə xarab olmayacaqdır, qırılmayacaq. Şübhəsə baxın, 78-68, 16-44. Ne? Provans qapım, baxın, belə bir şey oldu. Bütöv şəkildə göstərəcəm, sadəcə biraz təmizlik lazımdır. Yoldaşım buraları da yumdu, bir dən göstərim sizə. Burada belə kafir qırıntısı mənə gəldi, onu yumdu, sonra buraları səliqəyə saldı. İnşallah buraları mən emulsiya eləyəcəm, bax bu divarı, emulsiya, ağ rəngdə. Buralı da ağ rəngdə kraskalayacağım, belə qəşəng, bir şey olacaqdı. Amma indi hələ bir dən gətirdim plisoslu ki, buraları plisosluyum. Bağlayıyorum. Həmən sizə stol stolumu da göstərməmişdim. Baxın, stol stolum da budur. Belə bir şeydi, görürsünüz. Çox qəşəngdir amma düşündüm ki, bu Provans qapımın da çox qəşəng göstərəcəkdir. Mən də belə bir şey aldım. Başlayayım plisoslamağa. Mebeli yığıldı. Baxın, belə bir şey oldu. Artıq quraşdırıb düzübdü. Kitablarını falan, aksesuarlarını belə yığıb. Yuxarıda da boş yer var hələ. Güllər falan da qoyarıq yəqin ki. Belə bir şey oldu. Bir də burada gələcəkdə belə böyüdüm. Burada da belə yumru güzgü istəyirəm olsun. Bir də Temudan bura kreslo sifariş etdik. O da gəlsin. Onlarla birlikdə göstərəcəm. Kravatın kənarlarına belə tumbalarda sifariş etdik. Belə qəşəngdir. Baxın, kuxnaya bundan istəyirəm. Bu tutacaqlardan indi tapsaq. Bizim ölçüdə yox idi deyə ala bilmədik. İndi eynən bunun bizim kuxnadakı ölçüdən almaq istəyirik. Bir də şkafı. Şkafı da budur.
İndi hal-hazırda başlayırıq silməyə. Kravatın içində bəzi şeylər var, əşyalar hansı ki tam yuxarı yığa bilərik. Dərindir. Buradan balaca görsən, amma dərindir, qəşəng, böyükdür. İki tərəfi də burada. İndi yavaş-yavaş silək və yerləşdirək. Bu da kızımın otağı hazır oldu. Həqiqətən də çox gözəl oldu. Burada Yusuf'dan aldığım güzgünü koydum. Bura çox yaraşdı. Ona görə bura koydum. Belə şəkillər astıq oradan. Temudan almışdıq bu arada. Kristal, nə deyirlər ona? Kristallar olur. Yapışdırırsan kleylə. Kleyin özünə baxın odur. Ağacı da, işıqlı ağac da onu da koydum bura. Burada kızımın yazı masasıdır. Belə bir şey elədi. Burada, gəlin belə göstərim, baxın. Burada belə şəkilləri var, kitabları. Burada sayılarımın. Mən də uşaq vaxtı çox sevirdim sayılarımına baxmağı. İndi də qızım sevir. Burada da belə anime personajları var. Qoyubdu. Buralar hələ tam yığmayıbdı. Bir də belə bir şey var. Yoldaşım qızım üçün hədiyyə eləmişdi. Baxın. Belə bir şeydir. İndi bunu da siləcəm, yerləşdirəcəm. Daha anime personajdır, bilmirəm kimdir. Xoşuna gəlir. Burada da belə var idi sayılarımın. Bunları da hələ ki yer tapmadıq yapışdırmağa. Sonra bura belə getdi. Burada bir dənə güzgü olacaqdı, yumru gələcəkdə. İşıqlı, baxın, o olacaqdı. Bu da bu şəkildə, bu bizdə çoxdandır. Burada nənəsi ilə, babası ilə falan belə şəkilləri var. Onları istəyirəm, ağardım bu ramkanı. Ağartmaq istəyirəm. Çünki qapıda ağaracaqdı sonra. Yəni daha doğrusu dəyişəcəkdi ağ rəngə. Ona görə bu düşünürəm burada qəşəng durmayacaqdı. Ona görə onu da rəngləyəcəm ağ rəngə. Belə rahat göstərim sizə görkəmini. Baxın. Çox gözəl oldu belə. Kızımın otağı hazır. Qəşəngdir. Burada da paltarları yerləşdirdik. Bir dənə göstərim sizə. İçi qəşəng, genişdir, fikir verirsiniz. Yay qış. Kızımın elə də çox paltarı yox idi. Hələ bəzilərini seçmişdim. Belə yığdıq. Yuxarıda mənim ayaqqabılarım, yay üçün kepkalarımızdır. Sonra buradan paltarlarını astım. Məktəb paltarı falan belə. Aşağıdan kurtkası falan. İndi özünə aid olan şeylərdir. Burada da belə yüngülvari belə bir şeylər yığdıq. Yəni çox şey ehtiyac yox idi. Burada yuxarı isə yorğan dəsti falan belə bir şey yığmışıq. Deməli, biz bu mebeli də, kuxna mebelimizi yığan qardaşa yığdırdıq. Məncə çox qəşəng yığıb. Tam patoloqa kimi qəşəng ideal oturtdurubdu. Qəşəng biz eynən belə bir şey istəyirdik. Çox da qəşəng yığıbdı. Həqiqətən də gözəldir. Bu tumbaları da o qardaş yığıbdı. Çox qəşəng yaraşır. Bir də bunu da, baxın belə. Bunu mən Pinterestdə görmüşdüm bu mebeli belə. Sadəcə bir balaca dəyişiklik elədik. Elə bir ki, əslində Pinterestdə başqa cür idi. Belə yumru fason gəlirdi, amma biz dəyişiklik elədik. Dedik ki, belə bir şey olsun. Düşünürəm, uğurlu oldu belə. Belə daha qəşəng oldu. Tam patoloqa kimi istəmədik, amma bir balaca eləyə bilərdik. O da mən dedim. Dedim ki, biraz yarımçıq qalsın. Kəş də patoloqa kimi deyərdim, eləyərdik də bu patoloqa kimi. Bu görürsünüz, bu küncə gedər. Bu da daha qalsın dedik. Super, güzel. Burada güzgü olanda da başka şey görsənəcəkdir. Bir də Temudan bura kreslo sifariş etdik. Yəni ki, kosmetika masası üçün kreslodur. Orada gəlsin, onu da paylaşacağım. Bir də boş yer qaldı bura. Bura boş qaldı. Burada ki, bilmirəm, nəsə bir şey, başqa bir şey düşünərik artıq bura. Все. Все? Ha, bunu götürək. Gel.
İndi isə gəlin sizə mətbəx mebeli və evdə digər nələr aldığımızın hamısının qiymətini deyim. Bir də kimlər tərəfdən düzəlibdi onu da deyim sizə mən. Deməli ilk öncə suallar çox gəlibdi kuxna mebeli haqqında. Dedim ilk öncə bunu cavablandırım. Kuxna mebelini bizə mənim yoldaşımın tanışı var. Əli usta. Baxın ona elətdirdik. Çox qəşəng əl işi var, çox gözəl əl qabiliyyəti var. Həqiqətən də gözəl düzəldir də. Mən çox bəyəndim bu mebeli. Hətta hal-hazırda qızımın da otağının mebeli də gəlibdi. Onu da göstərəcəm sizə. Onu da ona verdik və evdə nə mebel düzəltdirəcəksə, yığdıracaqsa, bax onu da həmin o qardaşa verəcəyik. Səhifəsi Mera Mebel olmalıdır. İndi burada qeyd edəcəm bir yerdə baxarsınız. Keçib səhifədə çox qəşəngdir. Nömrəsi də var qardaşın orada. İstəsəniz əlaqə saxlayarsınız, elə danışarsınız. Çünki mənə kommentariyada çox yazdılar ki, bəs kimə düzəltdirib, biz də istəyirik, biz də yeni və köçmək istəyirik, orada dəyişikliklər eləyəcək falan. Allah hər birinizə xeyirli versin inşallah. Arzusunda olan hər kəsə Allah gözəl, bundan da gözəl ev nəsib etsin inşallah. Mebel ümumi bizdə buradan bu başa tutanda 7 metrə sayılır da, desən elə bir şey idi. Yoldaşımın tanışı olduğuna görə bizə 2800-ə başa gəldi. 2800-ə, amma əslində belə 3000-i hardasa belə keçməlidir də əslində bunun öz qiyməti. Dəqiq bilmirəm. Yəni ölçülərə görə qiymətlər dəyişir. Mən çox bəyəndim. Ürəyim istəyən kimi də elədilər. Gözəldir. Çox bəyəndim. Sadəcə səhvlik elədim ki, mən bunu götürdüm. Mən bunu götürməməliydim əslində. Başqasını götürəcəydim, amma eybi yox, dayı oldu. Sonra dəyişərik. Belə. Sonra sual gəlir. Bunun haqqında yazanlar çoxdur dəhşət ki, bəs bu mərmərdir, yoxsa nə materialdır bu belə? Bu materialın adını mən dəqiq bilmirəm. Ustaya da yadımdan çıxdı, soruşmadım. İndi hal-hazırda yoldaşıma da soruşdum. Yoldaşım bir qəribə ad dedi. Yəni yadımda qalmadı. Bu bilirsiniz nədir? Baxın, bu adi mebellərin üzərində ustalar düzəldir, gətirib quraşdırır və üzərinə də hədiyyə olaraq qoyurlar, üzərində nəsə bir şey gəlsin. Bax, bu odur. Yəni hamıda olanlardan da bizdə də əvvəlki evimizdə də baxarsınız. Yəni bizim stolumuzun üstü də bundan idi. Sadəcə bu üstündəki bu şey var ki var. Baxın, bu nədir bilmirəm, bunun üstünə çəkirləri. Baxın, bunu biz özümüz seçdik. Katalogda baxdım, əvvəlki hamıda olanlardan var idi. Amma ki mən sırf belə taxta bir şey istəyirdim ki, bəs sizdə taxta görkəmli mi deyim, taxta rəngində deyim, elə bir şey varmı? Dedi var, amma katalogda yoxdur. Həqiqətən də katalogda yox idi. Qardaş tapdı. Bir bunun şəklini göndərdi. Bir də bunun açıq rəngi var idi. O da qəşəng idi, çox qəşəng idi. Çox bəyəndim onu da. Amma elə bir ki bu daha çox ürəyimə yatdı. Ona görə mən bunu seçdim. Əslində biz tökmə qranit eləmək istəyirdik. Mərmər yəni ki. O da baxdıq ki büdcəmizi çox keçmişdi. Ona görə dedim ki, bu qalsın. Hələlik mən belə bir şey sifariş eləyim. O tökmə qranit məndə ağ rəngdə olacaqdı. Amma özümə hələ ki belə bu rəngdə yoxlamaq istədim ki, görüm bəyənəcəm, xoşuma gələcək yoxsa yox. O da baxdım ki, yox, bəyəndim, çox xoşuma gəldi və bir uzun müddət bundan mən hələ davam edəcəm. Həqiqətən də belə fikir verirsiniz, sanki taxtadır. Çox qəşəngdir. Əgər istəyirsinizsə, qardaşın nömrəsini burada yenə qeyd eləyirəm. Siz danışıb belə dəyişmək istəyirsinizsə, yəni dəyişib siz də bundan qoydura bilərsiniz. Qardaşlar hal-hazırda olmalıdır, yoxsa bilmirəm, sifarişlə mi gətizdirilmişdi, bilmirəm. Axır mən istəmişdim deyənə tapdı. Bu sırf mebel düzəldəndə mebelin üstündə hədiyyə kimi qoyurlar. Baxın, bu odur. Yəni buna biz pul verməmişik. Yəni materialda bilmirəm də dəqiq indi baxsınız, bilərsiniz də hansı materialda. Sadəcə özünün plyunkası taxta görüntülüdür. Belə. Sonra başqa sual gəldi bu qaz plitəsi haqqında. Bu qaz plitəsini biz ikinci dəfədir ki dəyişirdik. Birinci dəfə götürdük ağ rəngdə. O da Nurline firmasıydı. Bu da Nurline firmasıdır. Sadəcə onun problemi o idi ki, bunları belə açanda elə bir ki, gah qazı verir, gah vermir. Gah belə tak-tak edirsən, baxın bu səs gəlir, gah da gəlmir. Bax belə bir şey. Bir defekti də o idi ki, bəs qaz sızdırmağa başladı. Mən qorxdum, dedim ki, bunun təcili dəyişmək lazımdır. Yoldaşımla danışdım, getdik onu dəyişdik, bunu götürdük əvəzinə. Bunun öz qiyməti 300 manatdır. Vasimoy bazarından, yəni 8 kilometr bazarından aldıq. Yəni oradan götürmüşük biz bunu. Stol stulum haqqında danışmaq istəyirəm. Bunu da çox bəyəndim. Çox qəşəngdir. Sədərəkdən aldıq. 4 stulundan stolu bir yerdə 150 manata başa gəldi. Əslində 160 deyirdi. Biz biraz qırılıq, dedik ki, 150 başa bütöv eləyək, verək. Çox qəşəngdir. Özü belə ağ rəngdədir. Bu plyonkanı da müvəqqəti sərmişəm. Dedim ki, bəs biraz keçsin, sonra şəffaf plyonka alaram üstünə. Çəkərəm, belə daha qəşəng görsənlər düşünürəm. Və sizə bu Provans qapı haqqında danışmaq istəyirəm. Bunu da düzəltdirdik. 1000 manata başa gəldi bizə. Çünki bu şüşə bilirsiniz hansı şüşədən də o daşla vurursan sınmır. Baxın o qapıdandır. Kontaktlarını da qoyarım. İstəsəniz əgər bir qapı xoşunuza gəlirsə, o zaman siz də sifariş eləyə bilərsiniz. Bu arada biz balkonumuzun deməli divarlarını artıq emulsiyaladık. Yoldaşım emulsiyaladı. Çox qəşəng oldu. Qaldı bir dənə bu hissə. Bu hissəni də mən rəngləyəcəm və yaxud da vinilmi yapışdıracağam, bilmirəm, indi vəziyyətə baxaram. Sonra artıq burada da stol stulum olacaq da, buralar çox qəşəng görsənəcək. Ona görə kanalıma abunə olun ki, birlikdə dəyişək evi. Sonra burada vlog çəkəcəm, şəkillər istəyirəm asım qəşəng. Yəni kanalıma abunə olun ki, birlikdə dəyişim eləyək. Bu qapı belə açılandı. Dedi ki, açılandansa belə siyirtməli qəşəngdir. Dedim ki, Allah, lap gözəl, elə bundan düzəldərsiniz. Həqiqətən də çox xoşuma gəldi. Sadəcə təzə qurtarmışdı, hələ üzərini silməmişəm. Belə hardasa toz falan var. İndi bu şəni də qəşəng siləcəm.
olacaq tərtəmiz, qəşəng. Belə. Yəqin ki, bütün sualları cavablandırdım. Bir dənə qaldı divan haqqında da danışacağım. Pərdəmi sizə göstərmədim. Düzdür, tam hazır deyil. Bunu hələ ki bura keçirtmişəm. Temudan sifariş etmişdim. Baxın, belə bir pərdədir. Çox qəşəngdir, çox gözəldir. Gəlin sizə belə göstərim. Bundan birində sifariş etdim. Mən bir dənə sifariş etmişdim. 2 dənə olsun ki, mən belə asım. Biri də burada olsun. Belə. Bunu sadəcə mən ütüləməmiş astım. Biraz belə qırış kimidir. Bunu düşündüm ki, o biri tayda gəlsin. Bunu sadəcə elə belə asmışam. Dedim, birdən baxam görüm yaraşır, yaraşmır buraya, yaraşır. Sadəcə ütülüb asmaq lazımdır çünki qırışdır. Hələlik bu tərəfə qoymuşam belə, götürməmişim. Dedim, qoydursun burada belə. Allah. Sizə tez bazar bu divanı göstərim. Divanda soruşanlar çox oldu. Divanı da deyəsən, deməli Ağşəhərdə mağazanın adı deməli Stil mobilyaydı ya da stimul mobilyaydı. Deyəsən stil mobilyaydı. Baxın oradan əldə etmişik. Belə qəşəng divanda bunları özüm sərmişəm. Bunlar üstündə deyildi. Biri biraz tünd rəngdir, biri də belə biraz parlaq rəngdir. Yəni ki üstünə yəni hələlik sərmişəm bunu bunun üstünə. Sonra dəyişəcəm. Mebel özü çox qəşəngdir. Bu parça silinəndir. Ləkə düşdü, silmək olur. Özüm bilərək ağ rəng götürdüm. Mən ağ deyirəm, belə bej rəng götürdüm. Bej də deyil, belə açıq rəngdir, xaki rəng deyək də buna. Belə qəşəngdir. Belə bərk materialdır. Əslində mən bunu fikirləşib düşünərək almışam. Çünki mənim uşaqlarım sevir poduşka ilə oynamağı. Yumşaq da ala bilərdim. Sadəcə bildim ki, o çöküntü yaranacaqdı. Baxın belə bir şey. Buradan görürsünüz. Bu bərklərdə o çox hiss olunmur. Fikir verirsiniz, amma yumşaqlarda hiss olunur. Mən də uşaqlarım xoşdur bu poduşkalarla oynamağı. Ona görə dedim ki, belə bərk bir şey götürüm. Çox qəşəngdir. Biz bunu deməli düzəltdirmişik. Hazırlatdırdıq deməli. Buradan o başa 1.50-dir. Buradan da bu başa 2.80-dir. Ölçünü biz elə götürdük, elə elətdirdik. Bizə bu ümumi başa gəldi 720 manata. Ümumi divan özü çox qəşəngdir. Bunu mən burada əlavə qoymuşam. Burada atapleniya var deyənə. Radiator ona görə, dəyməsin uşaqlara, ona görə belə hələlik qoymuşam. Bir də sizə bir şey də deyim. Baxın, bu əslində, görürsünüz axıra qədər düzəlib. Bu əslində belə yarımçıq olur. Bəlkə də fikir verərsiniz ki, yəni bu əslində yarımçıq olur. Biz sadəcə istədik ki, çox hündür olsun ki, radiator görsənməsin. O da gəldik bu tərəf görsənir. Eybi yox. Onu da gələcəkdə düşünmüşəm, fikirləşmişəm ki, neyiniyək? Baxın, aboy falan dəyişəndə buradan deyirəm bir belə yığıb kəstirərik. Məsələn də radiator kəstirərik və bu divar hörülər. Hörülər ki, belə dəst olsun. Onu da düşünmüşəm. Yəni əgər alınsa elə bir şey eləyəcək. Əslində amma belə heç elə də çox da gözə də görsənmir. Belə çox xoşuma gəldi. Qəşəng divanda. Stil mobilya olmalıydı Ağşəhərdə. İstəsəniz bir dənə yazın Instagramda stil mobilya. Baxın biz oradan sifariş etdik. Baxın belə bir şeydir. Çox qəşəng.